Bugün yenə də xatirələrim üsyan elədi. Niyə belə oldu? Niyə axı suallar məni rahat buraxmır? Hər zaman ürəyim keçmişə yüklənəndə, könülsüz özümə təskinlik verəndə, çiyinlərimə sən adlı bir həsrət yükü çöktürəndə, gözlərim dolabın şəkillərin olan səmtinə yönələrdi. Dikilərdi baxışlarım o səmtə, sonda yorulardı. Və beləcə üzüntümü göz yaşlarıma təslim eləyib, könülsüz ürəyimə təskinlik verərdim. Şəkillərini uzaqdan uzağa gözlərimin xatirəsindən keçirdərdim. Amma bugün dolabın bir küncündə ötən illərin əmanəti olan qalaq-qalaq şəkillərini götürdüm. Dizlərimin üzərinə qoyub xeyli fikrə daldım. Bir daha yerinə qaytarmayacağım əmin idim. Özü tərk eləyibsə, şəkilləri niyə mənə təskinlik versin axı? Əvəz eləməyəcək. Eləməyəcək axı deyə ürəyimdə götür-qoy elədim. Dizlərim üstündə olan göz yaşlarımdan islanmış şəkillərini bir göz qırpımında qəzəblə paramparça elədim. Sanki bu şəkillər idi günahkar. Bu şəkillər idi yalancı. Acığımı, kinimi bu kağız parçalarından çıxırdım. Yenə də sakitləşə bilmirdim. Parçalanmış şəkillərinin topası, bir zaman başını qoyduğun dizlərimə bir dünya yük oldu. Bu yükün ağırlığında kiçildim. Sonra rəngsiz, adsız kölgənə çevrildim. Birdən parçalanmış şəkillərinin arasında gözlərini gördüm. Yalan, məkir, xəyanət dolu gözlər. İndi gördüm gözlərinin sözünü. İndi gördüm.